Hər birinizi salamlayıram, dəyərli izləyicilərim. Uzun bir aradan sonra yenidən sizinləyik və bugünkü mövzumuz mineralların beynin inkişafına, ümumiyyətlə orqanizmin inkişafına təsiri körpülərə və bunlar çatışmadıqda hansı problemlərə səbəb olur və nələrə diqqət yetirməliyik. Mən əlbəttə ki, gündəlik suturanı tələbatı deməyəcəm, çünki ev şəraitində bunu ölçmək özünüz bilirsiniz ki, qeyri-mümkündür. Sadəcə hansı məhsullardan ala bilərik? Gün ərzində müəyyən porsiyalarda uşağın qəbul etdiyi hər bir qida məhsulunda bu minerallar əslində vardır. Sadəcə çatışmırsa, nələrə diqqət yetirməliyik və hansı məhsulları daha çox körpəyə verməliyik. Belə, birinci ən vacib olan mikroelement və ümumiyyətlə minerallardan biri bu maqneziumdur. Maqneziumun çatışmazlığı zamanı uşaqlar çox oyanıq olurlar, qıc olmalar olur, xüsusən də ayaq nahiyəsində, baldırlarda qıc olmalar qısa müddətli və soyuq əllər, ayaqlar, soyuq tərli əllər, ayaqlar olur və iştahsızlıq həmçinin ola bilər və bu zaman həm də yorğunluq və yaddaşın zəifləməsinə olur. Tez-tez keyf əhvalları dəyişir. Məsələn, 5 dəqiqə bundan qabaq yaxşı əhval-ruhiyyədə idisə, birdən-birə ağlağanlığa başlayır. Yəni, bu artıq siqnaldır ki, maqnezium mineralının azlığına göstərir. Əlbəttə ki, birbaşa biz bunu, yəni oxşar simptomlar bütün minerallarda vardır. Ona görə də biz ümumi analiz vermədən, bu mineralların analizini vermədən profilaktik tədbirə keçmək o qədər də düzgün olmazdı. Sadəcə qidalarla biraz yəni örtmək olar bu problemlərin üstü və bu hansı qidalarda vardır maqnezium? Bu əsasən qoz, banan və mərciməklər. Bir də qaysı qurusu deməyi unutmuşdum. Bunlar çox zəngindir maqneziumla. Amma əgər həddindən artıq aşağıdırsa, əlbəttə ki, artıq sadəcə qidalarla biz bu problemi örtə bilmərik. Ona görə də artıq əlavə mineral qəbuluna başlamalıyıq və maqneziumu da tək halda qəbul etmək düzgün deyildir. Bu B6 vitamini ilə daha yaxşı mənimsənilir. Və növbəti mineralımız bu sinkdir. Sink çox mühüm bir mineraldır. Bu oksigenin daşınmasında rol oynayır və beyinə ötürücülük funksiyası yerinə yetirir. Bu az olduqda körpələrimiz yaddaşsız olurlar, tez yorulurlar və ağız kənarı, burun ətrafı kənarı səpkilər olur, dermatit səpkilər olur və bunlar hətta hər hansısa bir kremlərdən istifadə etdikdə və yaxud da dietada olduqda da keçmir hətta. Deməli, bu artıq siqnaldır ki, çink orqanizmdə azdır, aşağıdır. Ona görə də yenə də veririk analizi və laborator dəyərlərinə görə baxırıq, əgər çink aşağıdırsa, əgər çox aşağıdırsa, yenə də əlavə mineral qəbulu, əgər o dərəcədə də aşağı deyilsə, zaten o dərəcədə aşağı deyilsə, bu səpkiləri siz müşahidə etməyəcəksiniz. Sadəcə qıcıqlılıq uşaqda olur, yuxusuzluq, oyanıqlıq, yəni belə bir rəngində solğunluq görürsünüz. Yəni, profilaksik olaraq yeməyinə yenə də başlayaraq bu küncüt toxumu və balıq, dəniz məhsullarında çoxdur çink və yumurta sarısında bir də. Bunları profilaksik olaraq gündəlik qida rasionuna qəbul etsəz, yəni çink defisiti olmayacaqdır. Növbəti mineralımız bu dəmirdir. Dəmirin çatışmazlığı zamanı bu qan azlığının müşahidə olunur ümumiyyətlə. Solğun dəri, dırnaqlar, saçlar, kövrək və əgər yüksək miqdarda çatmırsa, yəni anemiya olur və körpələr tez yorulurlar, halsız olurlar, iştahsız olurlar, yaddaşsız olurlar. Ümumiyyətlə maraqları heç nəyə olmur
və yenə də səpkilər müşahidə edə bilərik. Burada hətta ağız kənarı yaralar, sağalmayan yaralar müşahidə edə bilərik. Bu da dəmirin çatışmazlığını göstərir və yenə də analiz verib, əgər yüksək dərəcədədirsə əlavə qəbul dəmir lazımdır. Əgər yox, o qədər də yüksək dərəcədə deyilsə çatışmazlığı, o zaman qida məhsulları ilə örtə bilərik. Bu da yenə birinci növbədə ət, bildiyimiz kimi qırmızı ət, mərcimək, balıq, dəniz məhsulları, qoz, fındıq, ən əsası kök, yaşıl alma, çuxundur. Bunlar mineral, bu yoddur. Yod qalxana bənzər vəznin funksiyasını təmin edir. Yodun çatışmazlığı zamanı yəni əqli inkişafdan qalmaya kimi gətirib çıxarda bilir. Ona görə də məhz hamiləlik dövründə profilaktik olaraq 200 mg gün ərzində gündəlik sutka kimi qəbul olunur yod və hətta süd verən zamanda analar buna diqqət yetirməlidirlər. Bu həm də bölgələrdən asılıdır. Yod defisiti olan bölgələr vardır ki, bu zaman xüsusilə yəni hamilə və süd verən qadınlar yod qəbul etməlidirlər. Yox, yəni elə bölgələr vardır ki, elə rayonlar vardır ki, orada yod defisiti yoxdur. Ona görə də analiz verdikdən sonra əgər yod və qalxana bənzər vəznin hormonları qaydasındadırsa, qəbul etməmək də olar. Sadəcə gündəlik qida rasionuna fikir vermək lazımdır. Mən əsas körpələrdən çatışmayan zaman nə ola bilər onu demək istəyirəm. Körpələrdə yodun çatışmazlığı dediyim kimi əqli inkişafdan geri qalmaya kimi gətirib çıxarda bilir. Və əgər yüngül formadadırsa, ümumiyyətlə yaddaşın zəifləməsi, yorğunluq, əzginlik, yenə də dırnaq və saçların kövrəkliyi, qəbzlik olur bu belə uşaqlarda. Hətta ödəmlərə kimi də gətirib çıxarda bilir. Yəni körpədə səhər duranda göz ətrafı, gözün üstündə ödəmlər görürsünüzsə, deməli yodu azdır və analiz verə bilərsiniz. Yodu da yenə dəniz məhsulları, qoz, xurma, fexo və süd məhsullarından ala bilərik. Və növbəti mineralımız selen. Selen ümumiyyətlə immunitetdə böyük rol oynayır. Selen az olan körpələrimiz tez-tez xəstələnirlər. Selenin həm də çatışmazlığı zamanı boy artımı dayanır. Belə uşaqlar balaca boy olurlar. Bir müddətlik sanki dayanır boy artması yaşlılarına nisbətən və bu da həmçinin qalxana bənzər vəznin funksiyasını təmin edir. Və seleni hansı məhsullardan ala bilərik? Braziliya qozu, yumurta sarısı, sarımsaq, göbələk, buğda cicərməsi. Buğda cicərməsi ümumiyyətlə çox xeyirli bir şeydir. Burada sadəcə selen yox, burada həm sink, həm maqnezium, bir çox mineral maddələr burada yəni toplanmışdır. Buğda cicərməsini sadəcə düzgün istifadə etmək lazımdır. Onu bişirib çox belə yumuşaq halda qəbul etmək yox. Sadəcə gecədən isladıb və gündüz bir qaşıq, 2 qaşıq körpəyə verə bilərsiniz. Və inanın ki, bütün demək olar ki, mineralların bir çoxu ilə təmin etmiş olarsınız gündəlik sutkasını və bir də yumurta sarısı. Bu baxımdan çox zəngin. Və növbəti mineralımız kalsiumdur. Kalsium çatışmazlığı zamanı əzələ qıcı olmaları, yüksək yorğunluq, o dişlərin ovalanması, saçların tökülməsi, karies çoxluğu, ağızda çoxlu karies olur, yəni dediyim kimi dişlərin ovalanması, sinir impulslarının ötürülməsində çox mühüm rol oynayır. Yəni, əgər bu sinir impulsları ötürülmürsə beyində vaxtında, o zaman körpə yaddaşı zəifdir, dərslərini öyrənmək üçün çox vaxt tələb olunur. Yəni, bunlara fikir vermək lazımdır. Bunları hansı qida maddələrindən ala bilərik? Bunlar əsasən bərk pendirdə, küncütdə çoxdur və göy örtülərdə
Balıqdan hazırlanmış şorbalar ola bilər bunlar. Bu balıqdan hazırlanmış şorbalar təkcə kalsiumdan yox, fosforla, kaliumla təmin edir. Bu baxımından çox gözəldir. Ona görə də həftədə heç olmasa 2 dəfə balıq şorbaları hazırlayın körpələrinizə. Tüm minerallar, bu sadaladığım mineralların çatışmazlığı, yəni oxşar simptomlar verir. Bəzilərində məsələn dırnaqda ağ ləkələr olan zaman artıq bu mütləq sinkın çatışmazlığına dəlalət edir. Yəni göstəricisidir, birinci göstəricisidir. Və bundan əlavə məsələn dəridə çox böyük solğunluq, tənginəfəslik, bu dəmirin çatışmazlığını birbaşa göstərir. Amma ümumiyyətlə baxanda bütün bu simptomlar bir-birinə yaxındır. Ona görə də biz analiz vermədən, körpənin analizini vermədən biz bilə bilmərik ki, hansı mineral çatmır və öz başına da əlavə minerallar vermək də olmaz. Yəni çoxluğu da ziyanlı bilirik ki. Ona görə də biz profilaktik tədbir görsək, qida məhsulları ilə daha yaxşı olar. Yəni gündəlik rasiondan körpənin fikir verin. Mütləq gündəlik rasionda qoz, xurma, fehu, ərik qurusu, yəni quru meyvələrdən ümumiyyətlə çox istifadə edin. Quru meyvələr bu baxımdan çox zəngindirlər. Sonra buğda yarması verə bilərsiniz. Qarabaşaq, bunlar hamısı minerallarla zəngin olan məhsullardır. Yəni mütləq və mütləq hər gün ət məhsulları yeyilməlidir. Yəni bunu özünüz vegetarian olursanız belə körpənizi ətdən məhrum etməyin. Hər gün ət yeyilməlidir. Yavalı ət, yumurta sarısı mütləq hər gün bir dənə yumurta sarısı körpənizə verin. Yəni mən bundan əvvəlki videolarımda danışmışdım. Yumurta sarısı 6 aydan başlanılır, 4də 1-i, ondan sonra artırılır, gətirilib, çıxarır yarısına və ondan sonra 1 yaşdan sonra artıq bir dənə yumurta sarısı verə bilərsiniz. 3, 4, 5 yaşında uşağa hətta 2 dənə də yumurta sarısı verə bilərsiniz. Heç bir ziyanı yoxdur, xeyrindən başqa. Qoza allergiyası yoxdursa, Braziliya qozu, fıstıq, sonra adi qoz ləpəsi, kişmiş, yəni bunların hamısını bir yerə hətta yığıb quru meyvələri və qoz fındığı bir yerə yığıb blenderdən keçirdib, üzərinə kakao və yaxud da küncüt səpmiş olsanız, soyuducuda saxlayın. Uşaq hər dəfə şirin istəyəndə bunu versəz, inanın ki, yəni onun gündəlik tələbatını bu minerallara ödəmiş olursunuz 100%. Ona görə də bu baxımdan quru meyvələr, qoz fındıq çox profilaktik tədbir kimi çox əlverişlidir. Belə əzizlərim, bugünkü mövzumuz bu qədər. Gələn dəfəki görüşlərimizə qədər.